Salam. İndi sizinlə Vüqar Zeynalov testlərinin ilk anlayışlar bölməsinin ardını işləyəcəyik 16-dan 30-a qədər. On 6-cı sualda deyir ki, duz qarışığı verilmişdir və orada metalların ümumi kütlə payı 31%dir. Əgər metalların payı 31%dirsə, onda SO4-ün də payı olacaq 69%. Çünki bütöv birləşmə 100%dir. Biz bilirik ki, kükürdün kütləsi 32-dir, O4-dəki 64-dür. İxtisar etsək, 1-in 2 nisbətində həcm payından söhbət gedəcək. Yəni 69-u 3-ə böləcəyik. 3K bərabər 69-a daha doğrusu. Buradan K bərabər 23-ə. Yəni 1K olacaq 23%, 2K olacaq 46%. Bizdən də kükürdün dediyinə görə, kükürd də bir həcm olduğuna görə, yəni cavab 23% olacaq. İndi 17-yə baxırıq. 17-də nə deyir? Deyir ki, X, H, P2O7 birləşməsində X metal sabit valentlidir. Biz turşu qalığına baxan kimi bilirik ki, bu H4, P2O7 turşusudur. Və burada 3 hidrogeni bir dənə X əvəz edib. Demək, X özü 3 valentli metaldır ki, 3 hidrogeni birdən əvəz edə bilir. Və 3 hidrogen əvəz olunduğuna görə artıq HP2O7 turşu qalığı olacaq, elə 3 valentli. Onda formula olduğu kimi qalacaqdır. Sonra bizdə deyir ki, fosfit turşusu ilə əmələ gətirdiyi duzda neçə atom var? Biz bilirik ki, fosfit turşusu 3 əsaslı turşu olsa da, 3 valentli, yəni 3 əsaslı olsa da, 3 hidrogen olsa da 3 əsaslı deyil. Çünki onun 3 hidrogeni də metalla əvəz oluna bilmir. Adətən, ümumiyyətlə, fosfit turşusunun formunu bu şəkildə yox, bu şəkildə yazmaq düzgün deyil. Gərək bunu biz H2PO3 H kimi yazaq. Çünki əvəz oluna bilən hidrogenlər 2 dənədir. Bu hidrogen oksigenlərin yanında dayanır. İndi biz 2 hidrogenin əvəzinə bir dənə X yazırıq. X PO3H. Və burada X 3 valentli, turşu qalığı da 2 hidrogen itirdiyinə görə bu turşu qalığı 2 valentli olacaqdır. Onda formula olur X2 PO3H 3 dəfə. Biz buradan da atom sayını hesablasaq eləyəcək. Demək 15 üstə gəlir ki 17. Cəmi 17 atom olacaq. 18-ci suala baxırıq. 18-də nə deyir bizə? Deyir ki, 1 mol karbohidrogenin tam yanması zamanı. Aha, karbohidrogen tərkibi C və H-dan ibarət olan birləşmədir və biz bunu X ilə işarə edirik. Yanma deyirsə, üzərinə oksigen gəlirik. Bu zaman əmələ gəlir, biz bilirik ki, karbohidrogen yananda karbonun sayı qədər karbon qazı, hidrogen sayının yarısı qədər su əmələ gəlir. Oksigen əmsalını buradan tapa bilərik. 2x qədər oksigen CO2-dədir, 0,5y qədər də sudadır. Yəni, burada yazacağıq ki, 2x plus 0,5y bölünsün 2. Bu oldu oksigenin əmsalı. Deyir, oksigenin molu suyun 40%-ni təşkil edir. Oksigenin molu, daha doğrusu suyun mol sayı oksigenin 40%-ni təşkil edir. Demək, 2x plus 0,5y böl 2 bu oksigenin moludur. Biz bunu 100%-lə işarə edirik, qəbul edirik və suyun molu da 0,5y qədərdir. Bu isə 40%-dir. Buradan hesablasaq, demək, 2,5y bərabərdir. 2x plus 0,5y böl 2 vur 2. Buradan da biz bunu hesablasaq görərik ki, demək 2 bu ilə ixtisar gedir. 2x bərabərdir 2y-ə və yaxud da x bərabər y-ə. Yəni x nə qədərsə y də o qədərdir. Sonra nə deyir? Oksigen molekulunun mol sayı, yəni 2x plus 0,5y böl 2 mol sayı. CO2 və suyun mol cəmindən bir vahid azdır. CO2-nin mol cəmi x-dır, suyunki da 0,5y-dir. Bunlardan bir vahid azdır. Biz
biz buradan hesablasaq və x-in də yerinə y qoysaq, 2x plus 0,1 və yaxud da x-in yerinə y və yaxud da y-in yerinə x fərqi yoxdur. Böl 2 bərabərdir. Demək, x plus 0,5 x minus 1. Buradan 1,125x bərabərdir. 1,5 x çıx 1-ə. Buradan x bərabər olur 4-ə. Əgər x 4-dürsə və x y-ə bərabərdirsə, onda y də bərabərdir 4-ə. Yəni bu birləşmə olur C4H4. Biz bilirik ki, C4H4 birləşməsi əslində vinlastilendir. Formula yazsaq. Nə soruşur bizdən? Karbohidrogenda rabitədə iştirak edən qeyri-hibrid. Biz bilirik ki, qeyri-hibrid orbitalları hidrogenlərdir. Çünki hidrogen S elementidir. 1s1. Burada da 4 dənə hidrogen var. Yəni 4s üstə gələk. Bir də pi-ni yaradan p-lərdir. Burada qantel formalı p orbitalları mərkəzini birləşmiş ox üzrə birləşərək pi yaradırlar. Və burada 3 dənə pi olduğuna görə 3 dənə pi-ni yaratmaq üçün 6 dənə p iştirak edir. Bu deyir 10 dənə qeyri-hibrid. Yəni 18-ə cavabımız 10. İndi keçirik 19-a. 19-da nə deyir? 19-da deyir ki, qaz qarışığının ümumi molu 5-dir və karbon kütləsinin hidrogen kütləsinin nisbəti 34/4,5-dir. Hidrogenə görə sıxlığı tapın. Hidrogenə görə sıxlıq tapmaq üçün əvvəlcə biz bunların hələ molunu tapaq. Demək, qaz qarışığını x ilə işarə edəcəm. Yəni x mol C2H4 ilə y mol C4H6 var. Ümumi mol 5-dir. X plus y bərabər 5-ə. Sonra da deyir ki, burada karbon kütləsini, hidrogen kütləsini. Karbon kütləsini hesablayaq. 2x C2H4-də var, 4y-də C4H6-da var. Yəni 24x plus 48y bu karbon kütləsidir. Hidrogenə nisbəti 4x plus 6y bərabərdir 34/4,5. İndi bunu hesablasaq, 108x plus 216y bərabər 136x plus 204y. Demək, bunu da hesablasaq, 12y bərabər 28x-a. İxtisar da etsək, 4-ə. 3y bərabər 7x-a. Yəni, y bərabərdir 7-yə, x bərabər 3-ə. Onda belə çıxır ki, bu 10 mol olubdur. Amma bizə 5 mol deyir. Onda bunu yarıya bölək. Y-i götürək 3,5, x-i götürək 1,5. Bəli, indi 5 mola gəldik. Və hidrogenə görə sıxlığını soruşur. Yenə M1 nöbir, M2 nöbir düsturunu hesablayacağıq. X işarə etmişdik etilenim. Yəni 1,5 C2H4 var, 3,5 də C4H6 var. Bunun hidrogenə görə sıxlığını hesablayacağıq. 1,5 vur 28, üzərinə gəl 3,5 vur 54, bölək 7 vur, 7 deyək, daha doğrusu 5, 5 vur 2. 5 vur 2, yəni molların cəmi 5-dir. Bu da edir 231 böl 10, yəni 23,1. Cavabımız 19-da 23,1-dir. 20-ci suala baxır. 20-ci sual çox rahat sualdır. Bizə deyir ki, qarışıqda neçə qram karbon var? Bilirik ki, birləşmə karbon və hidrogendən ibarətdir və hidrogenlərin sayı bərabərdir. Yəni, burada biz mollarını fərqi yoxdur. Bunu tutaq ki, 10,5 götürək, bunu 10,3 götürək, bunu 10,2 götürək və yaxud da tərsinə 10,4 götürək, bunu da 10,4, bunu 10,2. Nə cür götürsək, əgər 1 mol götürsək, biz bu qarışığı 6 qram hidrogen olacaq burada. 2 mol olduğuna görə demək 12 qram hidrogen var. Və bu birləşmə də ancaq karbon və hidrogendən ibarət olduğuna görə və 78 qram olduğuna görə biz bu birləşmədən, yəni 78-dən 12-ni çıxmaqla karbonun miqdarını tapmış oluruq. Yəni karbon da olur 66 qram. 21-ə baxırıq. 21-də nə deyir? 27, 21. 21-də deyir ki, 50 qram hidrogen və oksigen qaz qarışığına 40 qram oksigen əlavə olunmuşdur. Deməli, hidrogenlə oksigen nə qədərdir bilinmir. 50 qramdır.
40 qram əlavə olunandan sonra guruldayıcı qaz qarışığı alınır. Ümumiyyətlə guruldayıcı qaz qarışığı 2H2-1O2 nisbətinə deyirik. Yəni 4 qram hidrogenlə 32 qram oksigenə deyirik. Bu eləyir 36 qram. Yəni guruldayıcı qaz adətən 36 qramdır. Lakin bunun verdiyi qarışıq 90 qramdır. Yəni 50 qram idi, 40 da əlavə etdi. Baxırıq ki, 36-nı 2.5-ə vuraraq 90 tapıbdır. Onda belə çıxır ki, 32-ni də 2.5-ə vuraq, eləsin 80. 4-ü də 2.5-ə vuraq 10. Yəni 10 qram hidrogenlə 80 qram oksigen qarışığı guruldayıcı qaz qarışığı demək olar. Ümumi 90 qramdır. Və bizə deyir ki, 50 qram hidrogen və oksigen qarışığına, demək əvvəlcə 50 qram idi. 40 qram oksigen əlavə olunandan sonra bu 90 qram əmələ gəlir. Demək bu 80 40 əlavə olunandan sonra olubdur. Onda əvvəlcə neçə imiş? Əvvəlcə 40 imiş də. Yəni əvvəlcə 10 qram hidrogen imiş, 40 qram da oksigen imiş. Sonra əlavə olunub 40 qram oksigen, alıb 90 qram qarışıq və buna deyib guruldayıcı qaz qarışığı. Demək, doğrudur. 40 qram oksigen əlavə olunubdur. Əlavə olunan oksigen 40 qramdır. Bizdən nə soruşur? Bizə deyir ki, ilkin qaz qarışığında hidrogenin kütləsi, yəni bu 10 qram, oksigenin kütləsi neçə faizini təşkil edir? 10 qram hidrogen idi ilk olaraq, 40 qram da oksigen idi, 50 qram idi. Heç nə 10 böl 40 vur 100. Bu da eləyəcəkdir 25 faiz. Yəni 21-də cavab 25 faizdir. İndi 22-yə baxırıq. 22-də nə deyir? Deyir ki, C ədədinin A faizinin sərf olunduğunu bilərək. Əvvəlcə biz reaksiya yazmalıyıq. Reaksiyadan görsənir ki, X2 birləşmə elementi və yaxud da maddəsi tam sərf olunub. X2 və 52 qramdır. Üzərinə gəl, digər reaksiya girən maddə də, yəni azalan xəttinə verilənlər reaksiya girənlərdir. Y2 elementidir. Bu zaman əmələ gəlir təbii ki 2XY maddəsi əmsallaşdırsa və bunu Z ilə işarə edir. Z-in kütləsi 80-dir. 2 mol 80 olduğuna görə 1 mol 40-dır. Yəni 2 vur 40 kimi yazırıq bunu. Biz bilirik ki, bir dənə sərf olunlarımız 52 qramdırsa və alınan 80 qramdırsa, onda belə çıxır ki, digər sərf olunlarımız 28 qram olacaq. Sərf olunan 28-dirsə, artıq qalanı da özü verib 12-dir. Onda belə çıxır ki, başlanğıc 40-dır. Yəni C bərabər 40-a. Başlanğıcı C ilə işarə edib, Y-in başlanğıcını. Deyir, C ədədinin A faizinin sərf olunduğu. Sərf olunan 28-dir. Yəni 28 böl 40 vur 100. Bunu ifadə edir A ilə. Bunu hesablasaq, bu eləcək 70. Yəni A bərabər 70-ə. A-nı tapdıq. Sonra B-ni də tapa bilərik. Deyir, B-10 bərabərdir A-ya. Yəni B-10 bərabərdir 70-ə, onda B olub 80. B-ni də tapdıq. A, N birləşməsi bərk halda olub, təbiətdə sərbəst və birləşmələr şəklində tapılır. Təbii ki, bu kristal kükürdür. S8 bərk haldadır. Təbiətdə həm sərbəst, həm birləşmələr şəklində tapılır. N də bərabər 8-ə. A elementinin maksimum valentliyi K-dır. K da bərabər 6-ya. N vur K hasili. N vur K hasili eləyir 48. B ədədinin neçə faizini təşkil edir? 80-in. 48 böl 80 vur 100. Bunu da hesablasaq, bu eləcək 60 faiz. Yəni 22-də cavab 60. 23-ə baxırıq. 23-də nə deyir? İkivalentli metalın hipofosfit turşusu ilə əmələ gətirdiyi duzun. Biz deyirdik ki, fosforun turşularından yalnız fosfitlə hipofosfit turşusunun hidrogenlərinə uyğun olaraq əsaslıq göstərmirdilər. Hipofosfit turşusunun formulu H3PO2-dir. 3 hidrogen olsa da bir əsaslı turşudur. Ona görə də hipofosfit turşusunu adətən belə yazırlar. HPO2 və H2. Bu şəkildə yazılır. Çünki bu əvəz olan hidrogen budur. Deyir ki, ikivalentli metalın, bu X-i ikivalentli metalın əvəz edəcəm və hipofosfit turşusu da bir əsaslı olduğuna görə bu olacaq belə bir şəkildə. 38,5 qramında bir dənə oksigen var. Onda belə çıxır ki, bunun emeri 4 dənə oksigen olandır. Emerində 4 oksigen var. Yəni 38,5-i vuracam 4-ə. Demək, bu da eləyəcəkdir 154. Yəni emeri 154-dür. X plus PO2H2 eləyir 130 bərabərdir 154-ə. X də bərabər 24-ə.
Demək, biz metalın kütləsini tapdıq. 23-cüdə cavab 24. İndi 24-cü suala baxırıq. 8 mol amonyak parçalanması zamanı təzyiq 40% artıb. Aha, 8-in 40%-ni tapırıq. Bu eləyir 3,2. Ona belə çıxır ki, 3,2 mol amonyak parçalanmışdır. Amonyakın parçalanma reaksiyasını yazırıq. Çünki bu reaksiya həcmin artması ilə gedir və artan demək miqdar parçalanan amonyak qədərdir. Ona görə biz 3,2-ni tapdıq. Çünki 2-dən 4 alınıb, 2 həcm artıb. 2 həcm artıbsa elə 2 həcmdə amonyak parçalanmışdır. Biz də tapdıq ki, 40% artım, yəni 8-in 40% 3,2 eləyir. Deməli, 3,2 amonyak parçalanıb. 3,2 amonyak parçalanıbsa, onda parçalanmayan 4,8-dir. Çünki ümumi 8-dir axı. 8-dən çıxdım 3,2-ni. 4,8 amonyak parçalanmayıb. Bunun müqabilində, yəni 3,2 mol amonyak parçalananda 1,6 mol azot qazı və 4,8 mol da hidrogen qazı əmələ gəlir. Aha, əmələ gələnlər oldu 1,6 ilə 4,8-in cəmi. Bu da eləyir 6,4. Əmələ gələn oldu 6,4. Ruska yenə nəsə yazmadı. 6,4. Sonra deyir ki, həmin anda amonyakın mol miqdarı reaksiya məhsullarının mol cəminin neçə faizini təşkil edir? Demək, əmələ gəldi 1,6 azotla 4,8 hidrogen. Bu eləyir 6,4. 4,8 6,4-ün neçə faizidir? Bu da eləyir 75%. Yəni 24-də cavab 75%. 25-ə baxırıq. 25 çox qəşəng maraqlı sualdır, sadə sualdır. Sıxlığı verib. Təbii ki, sıxlıq varsa biz bunu normal şərt dediyinə görə 22,4-ə vuraraq biz tapa bilərik kütləsini. 2,59 22,4-ə vuranda eləyir 58. Bu ifadə 58-ə bərabərdir. Yəni 14 m plus 2 bərabər 58-ə, m bərabər 4. Yəni bu butandır. C4H10. A olacaq 4, B olacaq 10. Burada da yenə 1,78 22,4-ə vuranda bu eləyir 40. 14 m minus 2 bərabər 40-a, m bərabər 3-ə. Yəni bu da oldu C3H4. Burada da x 3-dür, y 4-dür. Bizdən nə soruşur? B plus y. 10 plus 4, yəni 14. A plus x, yəni 7-yə böləndə cavab 2 eləyir. 25-də cavab 2. İndi keçirik 26-cı suala. Da nə deyir bizə? Deyir ki, y-in molunu hesablayın. Biz burada həm x-i tapa bilərik, həm y-i tapa bilərik. Bunu necə tapacağıq? Deyir ki, x metaldır, ümumi formulu NS2-dir. Demək, bu ikinci qrup elementidir. Y NSK-MP1-dirsə, bu da üçüncü qrup metalıdır. Qarışığın molu 5-dir. Tutaq ki, qarışığı A ilə B ilə işarə etsək, A plus B bərabərdir 5-ə. Ayırdığı hidrogen isə 134,4 22,4-ə böləndə eləyir 6 mol. 6 moldur. Biz bilirik ki, 2 valentli metallar 1 mol hidrogen yaradır. Yəni biri 1 mol. Yəni elə A molda hidrogen əmələ gətirəcək. 3 valentlilər isə valentliyinin yarısı qədər. Yəni biri 1,5 mol hidrogen yaradacaq. 1,5 B mol hidrogen yaradır. Yəni A plus 1,5 B bərabərdir 6-ya. Bu tənliyi hesablasaq 0,5 B bərabərdir 1-ə, B bərabərdir 2-yə. Əgər B 2-dirsə, A plus B də 5-dirsə, onda A da bərabər olur 3-ə. Bizdən nə soruşur? Y-in molu. Y 3 valentli metaldır. 3 valentli B ilə işarə etmişik. B 2-dir. X-in desəydi 3 götürəcəkdik. Yəni 26-da cavab 2. İndi 27-yə baxırıq. 27-də nə deyir? Metan və hidrogen qaz qarışığı 24 qramdır. Nə qədərsə metan var, nə qədərsə də hidrogen var, amma bunların cəmi 24 qramdır.
Mollarını bilmirik, amma ümumi miqdarı bilirik. Metan deyir 1500 cc-də tam parçalanmasından sonra. Biz bilirik ki, metan 1500-də parçalananda əmələ gəlir asetilenlə hidrogen qazları. Əmsallaşdırsaq, demək 4 hidrogen oldu, 2 karbon, 8 hidrogen, burada 3 yazırıq. Bizdən nə soruşur? Metan bizdə X moldur. Ona görə də biz metanın üzərinə X yazacağıq. Yəni, əmsallarla işləməyəcəyik və yaxud da əmsalları da X-lə ifadə edə bilərik. Məsələn, X mol metan parçalananda 0,5X qədər asetilen və 1,5X qədər hidrogen qazı əmələ gəlir. Bu tənliklə işləyəcəyik. Çünki biz metanı başlanğıcda X götürmüşük. Və bizə deyir ki, reaksiyadan sonra və sonra deyir metan tam parçalanır. Yəni metandan heç nə qalmayıbdır. Qaz qarışığının orta molekül kütləsi 4 olubdur. Parçalanandan sonra qaz qarışığı nə qədər olur? Başlanğıcda metan qalmadı, hamısı parçalandı. Yalnız hidrogen qazı qaldı. Y mol hidrogen qazı. Və reaksiya nəticəsində də görürük ki, 0,5 mol asetilen əmələ gəlibdir. Əlavə olaraq 1,5X qədər də hidrogen əmələ gəlibdir. Və bu qarışığın orta molekül kütləsi 4-ə bərabərdir. Yəni 4 bərabərdir 2Y plus 26-nı, daha doğrusu 5X-dir bu. 26-nı 5X-ə vuranda eləyir 13X. Plus bu da 3X. Bölək Y plus 0,5X-lə 1,5X toplayanda eləyir 2X. Buradan 16X plus 2Y bərabərdir 2X plus 4Y. Buradan 8X bərabərdir 2Y. Y bərabər 4-ə, X bərabər 1-ə. Aha, biz demək X-i də Y-i də tapa bildik. Sonra nə soruşur? İlkin qaz qarışığında metanın mol payını tapın. İlkin qaz qarışığı 5 moldur. Çünki Y-lə X-dən ibarət idi. Y4, X1 idi. 5 moldur. Bu 5 mol 100%dirsə, metanın payı. Metan da X qədərdir. Metan da 1 moldur. 1 molda olacaq 20%. Yəni 5-də 1, 20% deməkdir. 27-ci də cavab 20%. İndi 28-ə baxırıq. 28-də nə deyir? 2 eyni həcmli qab verilmişdir. Birinci qabda etindən azot qazları. Aha, birinci qabda var etin, bir də azot. İkinci qabda isə monoksit yerləşdirilmişdir. Və qabların hər biri 175 moldur. 175 molekul elə 175 mol deməkdir. Onda belə çıxır ki, biz ikinci qabın kütləsini tapa bilərik. 175 mol monoksit edir 21 qram. Yəni 175-i vurdum 28-i. Çünki CO-nun kütləsi 28-dir. İkinci qabı 21 qram tapdım. Birinci qab 21 qram olmayacaq. Çünki burada asetilen kütləsi 26-dır, azotunki 28-dir. Yəni hamısı 28 deyil. Biz bir hissəsini, tutaq ki 28-ə vuracaq bu 175-in, bir hissəsini 26-ya vuracaq. Ona görə də 21-dən kiçik rəqəm alınacaq. Və burada da deyir ki, qazların kütlələr fərqi 0,5-dir. Aha, kütlələr fərqi 0,5-dirsə, onda belə çıxır ki, 21 qram əgər ikinci qabdırsa, birinci qabda 21-dən 0,5 qram az olacaq. Yəni 20,5 qram olacaqdır. Birinci qabın kütləsi. Deyir, birinci qabda P element sayının S element sayına fərqini hesablayın. Biz bunu hesablamaq üçün biz əvvəlcə buradakı həm asetilenin, həm azotun molunu tapmalıyıq. Bu necə tapacağıq? Demək, asetilenlə azotu işarə edək, məsələn, X, Y-lə. X plus Y bərabər 175-ə. Kütləsi də 20,5-dir. 26X plus 28Y də bərabər edək. Demək, kütləsi 20,5-dir. 20,5-ə. Bu sistem tənliyi həll eləməyə çalışaq. 28-ə vursaq, 28X plus 28Y bərabər 21-ə. 26X plus 28Y o da bərabərdir 20,5-ə. Buradan hesablasaq 2X bərabərdir 21-dən 20,5-i çıxanda 0,5-ə. Onda X bərabərdir 0,25.
X-i 0,125 tapdıq. Sonra x-125-dirsə, onda y-i də tapa bilərik. Y-də olacaq 0,5. Çünki onların cəmi 175 moldur. Burada da göstərir. Aha, x-i də tapdıq, y-i də tapdıq. Demək, x mol asetilen var idi. Yəni 0,125 mol asetilen və 0,5 mol azot qazları var imiş birinci qabda. Orada P element sayının S element sayına nisbətini, fərqini soruşur. Əvvəlcə P elementi tapaq. Biz bilirik ki, karbon P elementidir. 125-i 2-yə vuranda eləyir 10,5. Bir də azot P elementidir. 10,5-i də 2-yə vuranda eləyir 1. Yəni P elementi oldu 1,5. Bəs S necə tapılacaq? S də hidrogenlərdir. 125-i 2-yə vururam, eləyir 0,5. Bunların da fərqi eləyəcək 1. Yəni cavab burada 1-dir 28-də. 29-a baxırıq. 29-da nə deyir? Deyir ki, 2 dənə boş qab verilmişdir. Aha, 2 dənə boş qab çəkdik. Birinci qabın boş kütləsi, ikinci qabın boş kütləsindən 4 dəfə azdır. Məsələn, birinci qaba M deyəndə, ikinci qaba bundan 4 dəfə çox deyək ki, birinci qab ikinci qabdan 4 dəfə az olmuş olsun. Yəni, birinci qab M qramdırsa, ikinci qab 4 M qramdır. Birinci qabda A mol azot var. Aha. A mol azot qazı var. İkinci qabda isə qabın kütləsi qədər dioksid var. Qabın kütləsi 4M-dir, yəni 4M qram qədər karbon qazı var. Sonra deyir ki, qabların kütlələri bərabərdir. Bu deməkdir ki, M plus A-nı vururam 28-ə, molu vururam kütləsinə. 28A bərabərdir. İkinci qabın kütlələri də 4M, 4M, yəni 8M. Biz buradan tapa bilərik ki, 7M bərabərdir 28A-ya. M bərabər 4A-ya. Biz buradan A-nı tapaq ki, çünki A böl B-ni istəyir. Buradan A bərabərdir M böl 4. Aha, bunu yadımda saxlayıram. Çünki B-ni də tapıb böləcəm bunları bir-birisinə. B-ni necə tapacam? Deyir, CO2-nin molu əlavə edilən CO2-nin molu B olarsa, biz bilirik ki, nu bərabərdir M böl M düsturundan tapılır həmişə mollar. CO2-nin moluna da B deyirsə, əlavə edilən CO2-nin molu. Əlavə edilən CO2-nin molu da deyir, qabın kütləsi qədər, yəni 4M-dir. 4M-i bölürəm 44-ə, yəni öz kütləsinə. Bu da M böl 11 olacaq və bunu B ilə işarə edir. Aha, B-ni də tapdıq biz. Sonra nə deyir bizə? Deyir ki, A böl B-ni tap. A böl B. A M böl 4-dür. B isə M böl 11-dir. Birinci kəsir olduğu kimi qalır. İkincinin tərsinə çevirirəm. Bu da eləyir 11 böl 4. 2,75 qram. Demək cavabımız 2,75 daha doğrusu. Nisbəti soruşurdu. 30-cuya da baxaq. 30-da nə deyir? 30-da deyir ki, 800 qram kalsium karbonatın 25% parçalanıb. 25% 4də 1 deməkdir. Yəni 200 qramı parçalanıb. 600 qramı parçalanmayıb. Biz bilirik ki, hər 100 qram kalsium karbonat parçalananda 1 mol kalsium oksid, 1 mol da karbon qazı alınır. Bu 100 qram üçündür. 200 qramdan 88 qram karbon qazı ayrılıb uçub gedir. Çünki deyir ki, bizə bərk qalığın kütləsi A faiz dəyişir. Bərk qalığın kütləsi həmişə karbon qazı qədər dəyişir. Bərk qalıq 800 idi. 88 qram azaldı. İfadə etsə faizdən eləyir 11%. Buna da A faiz deyir. Demək, A bərabər 11%. Sonra nə soruşur bizdən? Neylon lifinin quruluş halqasındakı karbon və azotun rabitədə iştirak edən hibrid orbital sayı B olarsa. Əvvəlcə neylon lifini çəkməyə çalışaq. Neylon lifi heksametlen diamillə demək, elə quruluşunu çəkək neylon lifinin. Nədən alındığı vacib deyil. Biraz balaca çəkək ki, bura yerləşsin. NH, CH2, 6, yenə NH, C2 qat rabitə oksigen, CH2, 4.
Bu neylon lifinin quruluş həlqəsidir. Karbon və azotun rabitədə iştirak edən hibrid orbital sayı. Baxın, karbon və azotun hibrid orbital sayı demir, rabitədə iştirak edən. Biz bilirik ki, burada azotlar sp3-dür. Karbonlardan 10 dənəsi sp3-dür, 2 dənəsi sp2-dir. 10 dənə karbonum sp3-dürsə, 10 vur 4 eləyir 40. Üstə gələk, 2 karbon da sp2-dir. Bunlar hamısı iştirak edir. 6 da bu, 46. Demək, karbonların, baxın, sp3 bu karbonlardır. Eləcə də bu. sp2 də 2 qat rabitəli karbonlardır. 46 dənə karbonların hibrid orbitalı var. Hamısı da iştirak edir. Amma azotun hər biri sp3 olsa da biz bunu 8 qəbul eləməyəcəyik. Çünki iştirak edən deyir. İştirak edən 1, 2 və hidrogeni də açıq yazsaq, bu da 1. Yəni hidrogeni belə yazsaq 3 iştirak edir. Ona görə də hər azotu artıq 3 qəbul edəcəyik. 2 azot olduğuna görə 6 da bunu qəbul edəcəyik. Bu eləcək 46, 6 da bu 52. Demək, rabitədə iştirak edən hibrid orbital sayı karbon və azotda 52 dənədir. Sonra deyir ki, bu B-dir. Yəni 52 B deməkdir. B-A-nı hesabla. B-ni də bilirik, A-nı da bilirik. B 52-dir, A da 11-dir də. Hesablayanda bu eləyir 41. Yəni 30-cu da cavab 41.